Azərbaycan tərəfi müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxlayır. Doğru Xəbər Azərbaycan bildirir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin İran İslam Respublikası ərazisindən Naxçıvan Muxtar Respublikasına dron hücumları barədə bəyanatında deyilir. Baş vermiş hücumdan sonra İran İslam Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dərmiçuli Xarici İşlər Nazirliyinə çağırılıb. Bu barədə məlumatı Azərbaycan Xarici İşlər Nazirliyi yayıb. Bildirilib ki, İran tərəfinə kəskin etiraz bildirilərək müvafiq etiraz notası təqdim ediləcək. Martın 5-də İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən İran ərazisindən pilotsuz uçuş aparatları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının Naxçıvan Beynəlxalq Hava Limanında və digər mülki infrastruktura hücum aktları həyata keçirilib. PUA-ların texniki parametrləri və bu hücumların təfərrüatları araşdırılır. Bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi son dəqiqə məlumat yayıb. Azərbaycan Respublikası Müdafiə Nazirliyi hər hansı hərbi zərurət olmadığı halda İran İslam Respublikasının Silahlı Qüvvələri tərəfindən ölkəmizin ərazisində mülki infrastruktura qarşı törədilən hücumları qəti şəkildə pisləyir. Baş vermiş hadisəyə görə məsuliyyət tam şəkildə İranın üzərinə düşür. Müdafiə Nazirliyi ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin olunması üçün zəruri cavab tədbirlərini hazırlayır və bu hücum aktları cavabsız qalmayacaq deyə məlumatda vurğulanıb.